Astanada mahnı yarışması gedir, bilirsiniz. Yəni Qazaxıstanda bizim deməli ekspertlər də orada iştirak edir. O da Samirə Əfəndidir, nəysə. Bu erməniyə nə ehtiyac var idi, yəni nə maraq var idi 12 bal verməkdə. Yəni dünənki uşaqsan, sən erməni, yəni bilməyən adam sənə kim icazə veribdir? Kim? Valideyni onun cəzalanmalıdır, o yox. Bu bir, o Qazaxıstanın o aparıcısı da, o da cəzalanmalıdır. Yəni ermənilər dünən başı izi kəsilmiş. Bu nə deməlisiniz? Sülh belə olmur. Erməni o qədəsi, bilmirəm hələ kişiliyə yox. Onun nə icazəsi vardı gəlib hələ sən qucaqlaya 12 bal vermisən də. İndi başa düşürəm sən bizi. Verəydin, bir 8 verəydin də, yaxşı. Ürəyin ağrıyırsa. O erməni dönüb bütün erməni xalqının qarşısında deməliydi ki, ay ermənilər, bu türk xalqından üzr istəyin. Dedi, bir dedi ki, mən üzr istəyirəm, bağışlayın da, siz, mən bilmirdim türk xalqı belə doğrudan da insanpərvərdir, belə. Yalanlar, mən usta inanmıram. Yəni o adam bir dənə dedi, üzr istəyirəm. Sən niyə qucaqlamarsan? Ay qardaş, bu erməni qızları qaçıb bizdən, bizim qucağımıza gəlir. Türkün qucağına qaçıb. Niyə bilirsiniz? Yox ki, bizim üçün sevirlər. Ölürlər bizim üçün. Nəyə görə? Bilir ki, biz düşmanı, amma onun erməni kişilərindən yaxşıyıq 1000 dəfə. Onların kişiləri kişidir. Onların kişiləri ən alçaq, özləri deyir, ən mundar bir məxluqdular. Ona görə qaçırlar Türkiyəyə. Sən qaçırsan, onların qızları qaçır bizə, qucağımıza. Bu gedib onları qucaqlayır. Oradan qucaqlayır o Qazax qızı. Hələ yaxşı da ki, hələ sülh yoxdur. Yoxsa bəlkə də bilmirəm, burada bir biabırçılıq olacaqdı. Deməli, sənin valideynləri birinci bu cəzalanmalıdır. Deməklər, dünən başını, bu türkün başını kəsəndir. Bu iblisdir. Bu necə istəyir istifadə eləsin, aldatsın. Haçansa yenə zərbəni vursun. Bu onunla yaşayır. O da üzr istəyiblər. Yox, heç biri üzr istəmir. Bunlar meymun kimi qaçıb erməniyə. Xoş gəlmiş. Hələ sabah gör nələr baş verəcək. Mən yenə də deyirəm. Onlar qaçıb türkün qucağına girir. Sən hara qaçırsan? Onlar öz kişilərindən qaçır. Heç bilinmir o da kişidir ya. Arvaddır, nədir, nəysə. Bax belə, bu əfəndin lazımdır oradan əlbəttə çıxartmaq və əsas elə valideynləri cəzalanmalıdır. O hələ onun ağlı başında deyil. Nə edir? Düşmanla dostu tanımırlar. Belə bu millətə nə deyəsən? Bunların mənliyi yox. Mənliyi yoxdur deyəsən. Nəysə, bax bu qədər istədim.